Bir tərəfdə toy xonçaları, digər tərəfdə göz yaşı içərisində şəhidin tabutunu gözləyən insanlar. Görüntülər Abşeron rayonunun Saray qəsəbəsindəndir. Oktyabrın 11-də toyu olacaqdı şəhidimizin. Hər kəs toyuna hazırlaşdığı bir vaxtda onun şəhid xəbəri gəlir ailəyə. Halbuki həmin gün 25 yaşlı baş leytenant Hüseyn həm valideynləri, həm də nişanlısı ilə toy haqqında danışmışdı. Kəlbəcərdə şəhid olan baş leytenant Hüseynin nəşi doğulub boya başa çatdığı Saray qəsəbəsinə gətirildi. Türk şəhidi balalar Allah rəhmət eləsin. Qalanlara can sağlığı versin. Danışmışdınız, saxlamışdınız adınızdan. Dünənlər üçün yarısı danışdım. Təlimat üçün düşmüşlər aşağı. Yarım saat çəkmədik. Xəbər gəldi. Xəbər gəldik. Ayın 11 toyu idi. Toy olacaqmış. Biz gelmişdik Budalar ilə məsləhətləşməyə ki, neçə nəfər olacaq, necə olacaq. Biz sözümüz ağzımızda yox. Rayon ictimaiyyətinin, hərbiçilərin və şəhidin ailə üzvlərinin iştirakı ilə 25 yaşlı Hüseyn Nəcəfzadə son mənzilə yola salınması üçün Saray qəsəbəsindəki şəhidlər xiyabanına gətirildi. Dualar oxundu, yaylım atəşli sədaları altında şəhid dəfn edildi. 3 rəngli bayrağımız atası Abbas Nəcəfova təqdim edildi. Nizam Rəsulov, Kamil Quliyev, Dünya TV.